Salam, xəbərin brendi günün trendi efirdədir. Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev, Amerika Birləşmiş Ştatları Dövlət Katibinin Siyasi Məsələlər üzrə müavini Alison Hookerlə görüşüb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Librav Kitab Mağazaları şəbəkəsinin Park Akademiya filialında keçirilən Səbinə Əliyeva, Hüzura Ağayeva və Gülarə Əmirovanın həm müəllifi olduqları Azərbaycan dilini öyrənirik kitabının təqdimat mərasimindən paylaşım edib. Şəhid Gizir Cabir Tarverdiyevin anım günü ilə əlaqədar tədbir keçirilib. 1987-ci il fevralın 8-də Füzuli şəhərində anadan olan Azərbaycan ordusunun Giziri Cabir Tarverdiyev 2020-ci il sentyabrın 27-sində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cabir Tarverdiyev noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Yasından verdim hanım. Arkada duracağım. İcit kimi getmişdin, icit kimi qayıtdın. Sən öz bəy otağına şəhid kimi qayıtdın. Elə bil ki toyundu, hamı yığışıb gəlib. Gözlər bulağa dönüb, gəndlər alışıb gəlib. Sən də bəylik yerinə bayrağı geyinmisən. Vətənə bürünüb, torpağı geyinmisən. Milli qəhrəman Ərəstun Mahmudovun anası vəfat edib. Şəhidin anası Sufayi Mahmudova yaşadığı İsmayıllı rayonunun Pirəbilqasım kəndində 90 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Ərəstun Mahmudov 1957-ci ildə anadan olub. Onun cəbhəyə son uçuşu 1992-ci il yanvarın 28-də olub. Ağdam-Şuşa marşrutu üzrə hərəkət edərkən Mi-8 helikopteri erməni quldurları tərəfindən raketlə vurulub. Bütün heyətlə birlikdə Ərəstun Mahmudov da həlak olub. Xalq artisti, rəqqasə Roza Cəlilova 96 yaşında vəfat edib. O, Bakının Səbail rayonunda yaşadığı mənzildə dünyasını dəyişib. Qeyd edək ki, Roza Cəlilova 1929-cu ildə Qubada anadan olub. Bakı Xoreografiya məktəbini bitirib, uzun illər Azərbaycan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblında solist kimi çıxış edib. Sonradan ansamblın bədii rəhbəri olub. Gülüstan və Sevinç rəqs kollektivlərinə rəhbərlik edib. Milli rəqsin inkişafında böyük xidmətləri olan xalq artisti 2019-cu ildə şöhrət ordeni ilə təltif edilib. Xalq artisti, rəqqasə Roza Cəlilova ilə Təzəpir məscidində vida mərasimi keçirilib. Vida mərasimində xalq artistinin ailə üzvləri, sənət dostları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Bakı şəhəri Binəqədi rayonu Səttar Bəhluzadə küçəsində yerləşən yataqxana binasında yanğın baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xüsusi Riskli Xilas etmə xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri çağırış üzrə cəlb olunublar.
Salyan rayonu Əlatastara magistral avtomobil yolunun 56-cı kilometrliyində avtomobildə yanğın baş verib. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub. Yanğın söndürənlərin çevik müdaxiləsi sayəsində MAN markalı yük avtomobilinin qoşqusunda baş vermiş yanğın genişlənərək digər hissələrə keçilməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Beyin ölümü keçirmiş şəxsin donor olaraq bağışlanan böbrəklərindən biri uzun illər dializ müalicəsi olan və orqan gözləyən İsrafil Məmmədova köçürülüb. Transplantasiya əməliyyatı Nazirliyin orqan donorluğu və transplantasiyası üzrə koordinasiya mərkəzinin transplantoloq cərrahı Tariyel Nadirovun rəhbərlik etdiyi komanda tərəfindən icra edilib. Əməliyyatdan bir həftə sonra İsrafil Məmmədovun vəziyyəti stabilləşib və uzun illər davam edən dializ yükündən azad halda evə buraxılıb. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən yol hərəkətinin təkmilləşdirilməsi, nəqliyyatın şəraitinin yaxşılaşdırılması, hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə paytaxtın Binəqədi rayonu ərazisində təhlillər aparılıb. Yol hərəkətinin təkmilləşdirilməsi, nəqliyyat şəraitinin yaxşılaşdırılması, hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə paytaxtın Binəqədi rayonu ərazisində təhlillər aparılıb. Təhlillərə əsasən hazırda Yahya Hüseynov küçəsindən, eləcə də yaxınlıqda yerləşən yaşayış kompleksindən paytaxt istiqamətində getmək istəyən sürücülər Bakı-Sumqayıt şossesindən istifadə etməklə ekologiya postunun yaxınlığında yerləşən yol qovşağından geriyə dönərək hərəkət etmək məcburiyyətində qalırlar. Bu da 3 kilometrdən çox izafi nəqliyyat yürüyüşünə, səyahət müddətinin artmasına və yol qovşağının əlavə yüklənməsinə gətirib çıxarır. Bununla yanaşı, kəsişmədə piyada və yol hərəkətinin təhlükəsizliyi arzu olunan səviyyədə deyil. Ərazidə yaşayan sakinlərin çoxsaylı istəkləri nəzərə alınaraq, Biləcəri qəsəbəsinin Rəşid İsmailov və Yahya Hüseynov küçələrinin kəsişməsində yol hərəkəti yenidən təşkil edilir. Həyata keçirilən layihə çərçivəsində sözü gedən yol kəsişməsində hərəkət işıqforla nizamlanacaq. Yahya Hüseynov küçəsindən və yaxınlığındakı yaşayış kompleksi istiqamətindən hərəkət edən nəqliyyat vasitələri yol ötürücüsünün altında yerləşən geriyə dönmə yerindən istifadə edə biləcək. Layihəyə əsasən ərazidə təhlükəsizlik adacıqları tikilərək hərəkət kanallaşdırılacaq, kəsişmənin hüdudları boyunca piyadaların rahat və təhlükəsiz hərəkəti üçün nizamlanan piyada keçidləri təşkil olunacaq. Eyni zamanda avtobus dayanacaq məntəqələrinin yeri optimallaşdırılacaq, yeni yol nişanları quraşdırılacaq, nişanlama xətləri... Ukraynaya növbəti dron hücumu olub. Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov şəhərinə Geran-2 kamikadze dronları ilə kütləvi hücum həyata keçirib. Nəticədə ikisi uşaq olmaqla 36 nəfər xəsarət alıb. Hücum zamanı ondan çox binaya, mülki infrastruktura və onlarla avtomobilə ziyan dəyib. Ukrayna prezidenti Volodymyr Zelenski Türkiyəyə səfər edib. Ötən gün Ağ Evdə Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump tərəfindən Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın şərəfinə rəsmi şam yeməyi təşkil edilib. Xüsusi qonaqlar arasında Portuqaliya yığmasının ulduzu Cristiano Ronaldo da olub. Tədbirdə həmçinin Tesla və Apple şirkətlərinin baş direktorları Elon Musk və Tim Cook da iştirak edib. Göyçayda yol qəzası olub. Bərquşad yolunun Cəyirli kəndindən keçən hissəsində Volkswagen markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü xəstəxanaya yerləşdirilib.
Səhər saat 5 radələrində sıxılmış qaz daşıyan yük avtomobili idarə etməni itirərək yol ayrıcında yerləşən maneələrə çırpılıb. İlkin ehtimallara görə qəza sürücünün nəqliyyat vasitəsinə nəzarəti itirməsi səbəbindən baş verib. Bir neçə gün öncə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Moskva prospektinin Biləcəri enişindən Həmdəm Ağayev küçəsinədək olan hissəsində yeni avtobus zolağı yaradılıb. Tətbiq olunan yeni hərəkət zolağı sosial şəbəkələrdə ciddi müzakirələr doğurub. Sürücülər paylaşımlarda bu dəyişiklikdən sonra həmin ərazidə tıxacların daha da gücləndiyini bildirirlər. Onsuz da 20 yanvar dairəsi ən çətin düğünlərdən biri sayılırdı. Heç kim də bu düyünü açmağa nail ola bilməmişdi. Nələr fikirləşmirdilər. Amma indi daha da çətinləşdirdilər vəziyyəti. Niyə görə? Çünki bax 20 yanvarın üstündəki bu körpüdən sonra, tuneldən sonra sağdan avtobus zolağı qoyublar və 4 zolaq olub 3 zolaq. Onsuz da burada hər zaman intensiv hərəkət vardı və indi isə artıq 20 dəqiqəlik yolu Xırdalan dairəsinə qədər 40 dəqiqə sürünə-sürünə. Görün hara gəlib çatıb. Bir avtobus keçir. Gəlin o sərnişinlərin rahatlığını əlbəttə ki nəzərə alaq, amma bax bu qədər adamın tıxacda durması, maşınların tüstüləməsi, ekologiya, benzinin yanması, bu da iqtisadiyyatçı ziyandır və insanların əziyyəti bu vəziyyətdə düşünən mütəxəssislər bir də düşünməlidirlər. Bunun mənasını ümumiyyətlə hələlik anlamaq çətindir. Yerdə gördüyünüz kimi bax bu sarı işarələmə var, yəni ki onun üstündə saxlamaq olmaz. Burada svetofor yoxdur. Ərəblərin gecə saat 3-də şəhərdə səs-küy yaratmasına polis müdaxilə etdi. Rədd elə o tərəfə də. Bu nədir belə? Zəhmət olmasa bunları aparın buradan, yata bilmirik biz. Səs-küy götürüb buranı biabırçılıq deyə. Polis əməkdaşları gəldi, məsələyə müdaxilə edirlər. Çox sağ olsunlar. Biabırçılığa bax bunlardakı. Saat 4'də imkan vermirlər yataq. Rədd edin bunları buradan. Belə şey olar hə. Siyəzən rayonunun Orta Həmiyə kəndi fasiləsiz içməli su ilə təmin olunub. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikaylovun tapşırığına əsasən bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Bu işlərin davamı olaraq Siyəzən rayonu Orta Həmiyə kəndində içməli su layihəsinin açılış mərasimi keçirilib. Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən sosial şəbəkələrdə kiber təhlükəsizliyin təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Kiberpolisin həyata keçirdiyi növbəti əməliyyat texniki tədbir nəticəsində özünü kredit mütəxəssisi kimi təqdim edərək müxtəlif səhifələrdə sərfəli şərt, az komissiya, zamin tələb olunmadan kreditlərin verilməsi adı altında insanların pulunu ələ keçirən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 32 yaşlı Kənan Əmrahlı saxlanılıb. Sosial şəbəkələrdən müxtəlif banklara aid saxta elanlar paylaşaraq bizə yazan müştərilərdən komissiya haqqı istəmişəm və onların 16 rəqəmli kodun və OTB kodun istəmişəm və onların kartlarında olan məbləğləri oğurlamışam. Bu yolla təxminən 200 nəfər yaxın vətəndaşın pullarını oğurlamışam. Faktlarla bağlı cinayət işi başlanılıb. Kənan Əmrahlı barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Vətəndaşlara müraciət edərək bildiririk ki, sosial şəbəkələrdə saxta kredit elanları ilə bağlı paylaşımlarla qarşılaşan zaman maksimum dərəcədə ehtiyatlı olsunlar. Sürətli və aşağı faizli kredit imkanı kimi başlıqlı elanlara, bankların adlarını və ya loqolarını təqlid edərək phishing məqsədi ilə göndərilən mesajlara, eləcə də keçidlərə diqqət yetirsinlər. İranda milyonlarla insanın içdiyi kərət su anbarı quruyandan sonra içindən əli qolu bağlı edam edilmiş onlarla meyit çıxıb. Təhlükəsizlik qüvvələri kütləvi qətilləri və hökumətin cinayətlərini örtbasdır etmək üçün ərazini bağlayıb və təmizləmək işlərinə başlayıb. Yayılan kadrlarda xüsusi izolyasiya edilmiş geyimlərdə olan şəxslərin meyitləri toplandığı görünür.
Sabirabadda azyaşlığa qarşı əxlaqsız hərəkətlər edən 64 yaşlı Mərdan Hüseynovun məhkəmə araşdırması başa çatıb. Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Təqsirləndirilən şəxs məhkəmədə əməlini boynuna alıb, hökmə əsasən Mərdan Hüseynov cəzasını ciddi rejimdə çəkməsi şərti ilə 17 il müddətinə azadlıqdan məhrum edilib və bu qərar sosial şəbəkələrdə insanlar tərəfindən alqışlanılıb. 1 milyon manatlıq dələduzluq ittihamı ilə həbs edilən müğənni Rəqsanə İsmailova ev dustaqlığına buraxılıb. Xəbər ziyafətimiz yekunlaşdı. Yenidən görüşərik, vədimizə sadiq olaq.